Övlada küsmək olmaz. Övladın sirri, sözü, xalasına, bibisinə, əşi dayısıdır, əmisidir və s. deyərək başqalarına deyilməz. Əşi heç nə olmaz deyib ona buna danışıb uşağınızın güvənini qırandan sonra ay Allah, bu uşaq məndən niyə yaxın deyil, mən niyə eləmişəm ki, axı mənə niyə güvənmir deyib ahnalə eləməyin. Uşağa illər öncə olmuş söz-söhbətlər, ailə travmaları, böyüklərin etdiyi uşaqlıqlar ucbatından yaranan söz-söhbətlər danışılmaz, uşağın beyni çirklənməz. Uşaq sizin psixoloqunuz deyil, uşaqla dərdləşmək olmaz. Ata-ananı, ana-atanı uşağa pisləməz. Sizin dərdləşməyiniz, uşaqla rəfiqə olmağınız, dost olmağınız uşağın beynini tamamilə zəhərləyir. Nəticə olaraq 20, 30, 40, 50, 60 yaşındakı uşaq qalmış böyüklər hələ də valideynlərin keçmişdə etdiyi mənasız söz-söhbətlərin yaratdığı problemləri həll etməkdən öz həyatlarını qurmağa vaxt tapır.